Gürcüstanımın, balımın, pətəyimin âli insanları Şirvan-Aşıq mühitinin saz söz sənətinin qartallarından biri Aşıq Xanış Saidovun 75 illik yubileyinə toplaşıblar. Bu yubiley gecəsində sizin hamınızı salamlayıram və ustadımıza öz dili ilə, öz sözü ilə 100 illik ömür arzulayıram. Söz qanana güllədən də çətindir. Qanmayana güllə nədir, söz nədir? Gözəllərə hər cür paltar yaraşar, çirkinlərə xara nədir, bez nədir? İnsan ömrü kəşməkeşli dərindir. Ana torpaq onu sevənlərindir. Məhəbbətin hər məramı şirindir, eşq əhlinə dərə nədir, güz nədir? İlham mənə tərəddüdü at deyir. Qazan bu dünyada yaxşı at deyir. Xanış, həyat durma, yaz, yarat deyir. Yaradana 50 nədir, 100 nədir? Yaradandan böyük ustadımıza 100 illik mənalı ömrümü arzulayıram. Özü demişkən, haq yolunda ozan Xanış, bu sözləri yazan Xanış, eldə çəkər azan Xanış. Deyər Allah, 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 Allah yardımcı olsun ustad. 75 illik yaşayan bir ustada 25 il 100'ə çatmaq oyun oynayacaq kimi bir işdir. ...94-cü ildə Gül üstə bülbülün həvəsi, Həzrətli Davudun həvəsi, Muğam dünyasının məhkəsi olan Alim Qasımovun təşəbbüsü ilə Şirvan aşıqlarının Fransaya bir səfəri oldu. O tərkibdə Aşıq Xanış da iştirak edirdi. Bir ay vətəndən qürbətdə yaşasa da, o böyük kürsüdə, o konsert salonunda Aşıq Xanış bu Qabustanı unutmadı. Bu qayaları, övliyaları, şeyxləri, ozanları, dədələri unutmadı. Pərdə açılan kimi Aşıq Xanış orada Qabustan mahnısıyla necə dedi, biz də ustadın dilindən, ustadın tərəfindən ərz eləyək. Eşidənlər şad və xoşbəxt olsunlar. Oyaq qalmış yurdum yuvamdan geyib. Oyaq qalmış yurdum yuvamdan geyib. Bir sən baxtıdır susmuşdu bir ağabeyinli zülmət. Susmuşdu bir ağabeyinli zülmət. Bayramlı və qaçalı Böyle videonu çek. Abi böyle durasın. Abi böyle durun koyup gidiyor. Eskiden o çok isterdim onu. Yaşa.